23-cü rəisi idi gələn. Aha. Bunlar o işi araşdırırlar, axı bundan təkrar fotolar paylaşıbdılar. Eşitdim elə bir şey. Təkrar qaldırıbdılar. Keçən ilki noyabrın 3-də paylaşmışdı. Sənin görüşmənə ehtiyacları olacaqdı. İndi mən Muxtar müəllimlə danışım. Görüm məktəbə gələ bilirsə, sən onu çağırmasın. Gəlsin elə burada səndən görüşsün. Başa düşdün. Gözdə görməndə gələ bilirsə, ola gəlsin. Gəlməkdə sən ona çağırsınlar. Köpəkdən möhkəm... Problem yoxdur, istəyirsə ora gedə də bilərəm mən. Mən də başa düşürəm ki, siz saxlaya bilirsən. Bəli. Yox, narahat olma. Çox danışıbdılar, deyəm, unutmaq istəyirlər. Tək olsun. Çünki nələrində sənə zəysad eləmir? Yox, hələ ki, prosta xəbər göndəribdir. Evinə zada gəlməz ki? Hələ bilmirəm, o deyə bilmirəm. Qalmağa başqa yerin var? Qalmağa anamdır da yanımda, yalnızdakı bir evdəki evdə. Amma evdə olmasa çox vaxt tapılmıram ki, işdə olurum. Bir də səni tapmasın. Sən mən deyənə qulaq olsun. O keyfiyyətsiz bildir. Dünən Elmira mən nə deyə yazmışdım? Prosta Elmira mən mənə cavab vermədi. Ona görə sizə dünən sözün açığı ki, narahat idim, həqiqətən narahat idim. Elmira görə narahat oldum, ona mən demişəm. Biz siz, yəni belə deyim də, Afaq xanım, yalnız da ikiniz idi. Prosta bilirsiniz ki, mən belə şeyi görməmişəm. Sadəcə olaraq mən bir şeydə rahat olmaq istəyirəm ki, siz mənim arxamda dayanacaqsınız. Mən hardayım indi? Yəni ki, rahat olum. Ya mən yox, mən indi hardayım? Bilirəm. Yəni ki, nətərdir, məni çətin vəziyyətdə qoymayacaqsınız. Mən sən arxamda olmasan, sən indi burada olmazdın, məndən də söhbət eləməzdin. Elə şuradan çıxan kimi götürülüb gedərdin. Başa düşdün? Söylətmə məni, keçmişə də qayıtma. Yaxşı. Yəni, zaten mən bunları eləyirəm, sizin etibarınızı qazanmaqdan ötürü eləyirəm, yəni ki. Alo, Muxtar müəllim, salam, necəsiniz? Muxtar müəllim, Xəyal müəllim də bayaq buradaydı, 23-cü rəisi, biraz məsləhətləşirdik. Məsləhət gördük ki, bir sizlə görüşüb təkrar söhbət eləyək. Əgər vaxtınız olacaqdırsa, mən bugün sizi məktəbə dəvət eləsəm, ya sabah sizə uyğun olan vaxtda gələ bilərsinizmi? Bəli, işlə bağlıdır. Valla siz neçəyə desəz, mən məktəbdəyəm, gözləyərəm sizi. Yəni, nə saat desəz, mən gündəlik boşaldacam. Olar, gəlin, narahat olmayın. Mən sizi gözləyəcəm, görüşüb sonra gedəcəm. Çünki bəzi faktlar var və belə deyək də, canlı şahidimiz də var. Xəyal müəllimlə məsləhət gördü ki, bunu boş buraxmaq olmaz. Və düzünü deyim, bəzi ciddi şeylər var, onu da sizlə məsləhətləşməliyik ona görə. Mən rica eləyəcəm, yaxşı Muxtar müəllim, görüşərik, oldu, sağ olun. Bugün gələcək? 4-ün yarısında gələcək. 4-ün yarısında məktəbə gələcək. Onda heç kimin yanında da heç oldu. Məsələ bağlı müzakirə olunur. Tamam. Elnuranı özüm evdə saxlayıram. Elnuran xəstə deyil. Oldu. Yəni, o gözünün ondan qorxursa, qorxma. Xəstə falan deyil. Mən də işəm evdə. Yaxşı. Oldu çox. Yaxşı. Direktorun adına hansısa şərəfsizlər filan kəs tapşırıb filan şeyi paylaşın. Şərəfsizlər.